Bu dəfə biraz nəfəs almağa gəldim. Beynəlxalq yoga günü üçün təşkil olunan bu görüşdə yalnız bədənim yox, ruhum da dincəldi. Sevgi nədir sualına fərqli cavablar və içdən gələn səmimi söhbətlər ilə bəzən ən böyük terapiya sadəcə dayanmaqdır. Ruhumun uzun zamandır ehtiyac duyduğu o səssizliyi meditasiya zamanı hiss elədim. O an dəyişdimmi bilmirəm. Amma daxilimdə nəyinsə yumşaldığını anladım. Əgər sən də bu videonu izləyərkən içindən bir rahatlıq keçirsən, deməli burada olmaq sənə də yaxşı gələrdi. Sevgi nədir? Deyirik ki, həyatda bizim mütləq bir partnyorumuz olmalıdır. Nə üçün? Mütləq balans üçün. Çünki biz sevildiyimiz halda canlandırır, çiçəklənirik. Əgər doğrudan da istəyirsənsə, verirsənsə, sən o uşağı sevgi ilə böyüdürsən. Mən sevirəm sözünü rahatlıqla ifadə edə bilirəm. Artıq qucaqlayanda səmimiyyəti də anlayıram. Mənəvi rahatlığı çatmağı istəyirəm.